Oktyabrın 31-də Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin Yeni Azərbaycan Partiyasının mərkəz aparatında partiyanın gənc fəalları ilə yeni dövrün Azərbaycanı mövzusunda seminarı keçirilib. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov konstitusiya və suverenlik ili çərçivəsində baş tutan seminarın xüsusilə Zəfər günü ərəfəsində keçirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin əsas vəzifələrindən biri də ölkəmizin suverenliyinin qorunmasıdır. Belə bir məqamda yeni dövrün Azərbaycanı mövzusunda seminarın keçirilməsi olduqca vacib və faydalıdır. Rektor Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin müstəqilliyə gedən yolda tarixi xidmətlərindən və müasir dövlətçiliyin möhkəmlənməsində oynadığı roldan danışıb. O 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının ölkə müstəqilliyinin qorunmasında və inkişafında dönüş nöqtəsi olduğunu deyib. Ulu Öndərin Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin 3-cü minilliyin partiyasıdır fikrini xatırladan rektor, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin Azərbaycan siyasi tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb. Anar Nağıyev onu da qeyd edib ki, 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü il antiterror əməliyyatları ilə isə ölkəmizin tam suverenliyi bərpa edilib. Rektor bugün yeni dünya düzənində Azərbaycanın rolunun daha da gücləndiyini qeyd edib.